Salam uşaqlar, bu günləri sizinlə 9-cu sinif güvən kitabından nisbət, tənasüb, faiz bölməsini işləyəcəyik, testlərini yazacağıq. Birinci gəlin testlərin təklərini işləyək, cütlərini də siz özünüz evdə işləyərsiniz. Baxaq birinci misala. Birinci misalda yazılıb ki, 8 bölünsün x bərabərdir, x bölünsün 18. Biz keçmişik ki, kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. Birinci məchuldan başlayın həmişə. Birinci məchul varsa, məchulu yəni sol tərəfə yazın. X vur x, yəni bərabərdir 8 vurulsun 18-ə. X-ə vuranda x kvadratı bərabərdir 8-i 18-ə vuranda 144. Nəyin kvadratı 144-dür? 12-nin. Onda yazırıq, x bərabərdir 12 və salam, x-in qiyməti 12, cavab B variantı. İndi baxaq üçüncü misala. Üçüncü misalda bizə deyilir ki, x bölünsün 16 bərabərdir 3 bölünsün 4. Bu üçüncü misaldır, bu birinci. Yenə də kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. Burada x vurulsun 4 bərabərdir 16 vurulsun 3. Biz bunu vurma şəklində yazandan sonra görəndə ki, əgər biri bərabərin sağından, biri solundan, əgər bunlar ixtisar gedirsə, onda bunları ixtisar apara bilərik. Amma yanbayan ixtisar yəni varsa da, yəni yanbayan ixtisar bilirsiniz ki, olmaz. Aparmaq olmaz. Bunu apara bilərik. 16-nı 4-ə bölə bilərik. Qalır 4. X bərabər olur nəyə? 4 vur 3, 12-yə. Baxaq 5-ci misala. 5-ci misalda bizə deyir ki, A bölünsün, 5-ci misal, A bölünsün 12 bərabərdir 5 bölünsün 3. Yenə də kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. A vurulsun 3 bərabərdir 12 vurulsun 5. Burada da 12 ilə 3 ixtisar gedir. Nə qalır? 4. A bərabərdir 4 vurulsun 5, 20. Cavab oldu E variantı. Baxaq 7-ci misala. 7-ci misalda bizə deyir ki, baxın diqqətlə oxuyuz. Deyir ki, tənasübün kənar hədlərinin hasili 20, orta hədlərinin biri 2,5 olarsa digərini tapın. Gəlin indi bunu yazaq. Demək, kənar hədlərinin hasili 20-dirsə, biz tənasübün düsturunu yazaq. Baxın, bərabərdir S böl D. Bu tənasübün düsturudur. Burada demək, kənar hədlər A-la D-dir, düzdür. Deyir, kənar hədlərin hasili 20-dir. Onda orta hədlərin də hasili 20-dir də. Elədir. İndi deyir ki, orta hədlərdən biri 2,5-dir. Ya B, ya S, fərqi yoxdur. Biri 2,5-dirsə, yazarıq ki, 2,5 vur S bərabərdir 20. S də bərabərdir, nə edirik? 20-ni bölərik 2,5-ə. 20-ni gəlin burada ağac bölməklə bölək, onu da öyrənmiş olun. 20 böl 2,5. Birinci buradan vergül atılır. Vergüldən sonra bir ədəd varsa, bura 1,0 yazılır. Olur 200 böl 25. Yəni, hər bir tərəfinə 10'a vurduq. 10'a vuranda vergül bir vahid sürüşür. Oldu 200'ün içində 25, 8 dənə. 8 vur 5, 44 yadda. 8 vur 2, 16, o da 4 yadda. 20. 200'dən də 200'ü çıxanda heç nə. Demək, cavab elədi 8. Baxaq 9-cu misala. 9-cu misalda bizə deyir ki, 63 ədədini, baxın diqqətlə kitabdan da, 63 ədədini 2, 3, 4 ədədləri ilə düz mütənasib hissələrə böldükdə alınan ən böyük ədədi tapın. Düz mütənasib deyir uşaqlar, baxın, düz mütənasib hissələri deyəndə biz də bunları demək onda düz ədədlər kimi, yəni ədədin tərsini yazmayacaq. Orada sizə tərs mütənasib də deyə bilərdi. Onda yazacağım 2K, yəni bu nisbətdə bölünüb. Nisbət deyəndə həmişə K əmsalını atın ki, K mütənasiblik əmsalıdır. K əmsalını atın yanına. 2K üstə gəl 3K üstə gəl 4K bərabərdir 63. Yəni, baxın, belə məsələlərdə, yəni
Belə quracağıq tənliyin həllini. 2K, 3K, 4K neçə elədir? 9K bərabərdir 63. K da bərabərdir nəyə? 63 bölü 9, 7-yə. Biz K-nı tapdıq. K-nı tapandan sonra aparıb yerinə qoyuruq. Baxın, bunların arasında əslində vurdu da, yazılmır, düzdürmü? 2 vurulsun 7 bərabərdir 14. 3 vurulsun 7 bərabərdir 21. 4 vurulsun 7 bərabərdir 28. Ədədlərimizin biri 14 imiş, biri 21 imiş, biri 28 imiş. Bu da bizə deyir ki, alınan ən böyük ədədi tapın. Ən böyük ədəd neçə oldu? 28. Cavab oldu C variantı. İndi baxaq digər misallara. Baxaq 9-cu misala, 9-a baxdıq. Baxaq 11-ci misala. 11-ci misalda bizə deyir ki, 40 ədədi 3 və 5 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınan hissələrin fərqini deyir tapın. Aha, gəlin birinci bu ədədləri tapaq, sonra onların fərqini taparıq. Demək 40 ədədə əgər 3 ilə 5 ilə düz mütənasibdirsə, onda necə yazacağıq? 3K, baxın uşaqlar, 3K üstə gəlinsin 5K bərabərdir 40-a. Bunu həll edəcəyik. Buradan da 3K ilə 5K elədir 8K bərabərdir 40-a. K da bərabərdir nəyə? 40 bölü 8, 5-ə. K-nı tapandan sonra bu ədədlərin fərqini istəyir. Biz bəri başdan da elə bunları çıxa bilərik. Fərqini deyir də, fərqi nədir? Çıxma. 5K-dan 3K-nı çıxarıq, qalar 2K. Sonra K-nın qiymətini qoyarıq yerinə. 2 vurulsun. Bax, 2 vur, K-nın qiyməti 5 qoyduq, bərabərdir 10. Ya da ki, elə əvvəldən K-nın qiymətini 5-i qoyarsınız yerinə. 5 vur 5, 25. 3 vur 5, 15. 25-dən də 15-i çıxanda yenə də 10 eləyəcəkdir. Demək, bu oldu 11-ci. İndi baxaq 13-cü misala. 13. 13-cü misalda bizə deyir ki, bir dənə baxın diqqətlə. Deyir 66 ədədi 2, 3, 6 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Alınan ədədlərin ən kiçiyini tap. Tərs mütənasib deyir. Bax, diqqətli olun uşaqlar. Tərs mütənasib deyəndə biz bu ədədlərin tərsini yazacağıq. Ədədin də tərsi nədir? Surətlə məxrəcinin yerinin dəyişməyi. 2-nin tərsi 2-də 1. Çünki adi ədəddə bilirsiniz ki, məsəl üçün 2 yazıramsa 2-nin tərsi nədir? 2-nin altına 1 atsaq heç nə dəyişmir. Çünki 2 bölü 1 2 eləyir elə. 2-nin tərsi olur 2-də 1. Məsəl üçün 3-ün tərsi olur 3-də 1. 4-ün tərsi 4-də 1 və s. İndi 2, 3, 6 ədədlərinin tərsini istəyirsə, bax bu ədədlərin deyir tərs mütənasib hissələrə bölünüb. Onda 2-nin tərsi 2-də 1, 2-də 1K, 3-ün tərsi 3-də 1K, 6-nın tərsi 6-da 1K. Bunların deyir cəmi 66-dır. İndi baxın, bax bunu yazacağıq. Demək 2-də 1K üstə gəl 3-də 1K üstə gəl 6-da 1K. Biz sizinlə kəsirlərin toplanmasını keçmişik. 2, 3, 6 bu ədədlər üçün ortaq məxrəc tapacağıq. Kim tapa bilmirsə getsin əkov tapsın. Bunu amma balaca ədədlərdə çox sadədir tapmaq. Yəni elə bir ədəd tapırsınız ki, hamısı yəni həmin tapdığınız ədəd bu 2, 3, 6-ya bölünsün. Hər birini biz 6-ya tamamlaya bilərik də. Düzdür uşaqlar. Bax 3-ə vursaq 6-ya tamamlanır. Bunu da 2-yə vursaq 6-ya tamamlanır. Bu da elə 6 özüdür. Demək ortaq məxrəc 6-dır. Yazıram 6. Bu elədir 1 vur 3, 3. K-nı yuxarıya yaza bilərik. Nə fərqi var ki? Eyni kəsir xəttində də yaza bilərik. Çünki məxrəclər eynidirsə, eyni kəsir xəttində toplaya bilərik. 1 vur 2, 2K. Üstə gəl 1K. Yəni da 1-i yazmadım. Bərabərdir 66. 3 üstə gəl 2 üstə gəl 1. Elə də 6K. 6K bölünsün 6, daha doğrusu 6 bərabərdir 66-ya. 6'lar gedər ixtisar, qalar K. K bərabərdir 66 özü. K-nı tapandan sonra aparıb yerinə qoyuruq. 2-də 1 vurulsun. Baxın, burada bizim ədədlərimiz bunlar idi. Burada yerinə qoyuruq. Bu hamısı ortada vurdu, yazılmırsa vurdu. Qoyuruq 2-də 1 vur 66. 66 2 ilə ixtisar gedir. Qalır 33.
İndi burada qoyuram yerinə. 3-də 1 vur 66. Gedir ixtisar. Qalır 22. İndi 66-nı bir də burada qoyacağam yerinə. 6-da 1 vur 66. 66 6-ya tam bölünür. Eləyir 11. Demək ədədlərimiz biri 33, biri 22, biri də 11 idi. Bizdən soruşur, bu ədədlərdən ən kiçiyini tap. Ən kiçiyi hansı oldu? 11. Cavab oldu A variantı. İndi baxaq 15-ci məsələyə. Məsələ də 15-də. Məsələ 15-də bizə deyir ki, baxın, uzunluğu 455 metr olan ip 7 ilə düz 3 və 4 ədədləri ilə tərs mütənasib hissələrə bölünüb. Bax, diqqətli olun. 7 ilə düz deyir, yəni 7-nin tərsini yazmayacaq. Amma 3 ilə 4-ün tərsini yazacaq, yanlarına da k atacaq. Bərabər edəcəyik cəmini 455-ə. İndi yazaq. Demək, 7-nin yazmırıq tərsini. Nömrə 15. Nömrə 15. 15-də demək bizə dedi ki, 7-nin tərsi deyil, 7k üstə gəlinsin. 3 ilə 4-ün amma tərsini dedi. 3-ün tərsi 3-də 1k, 4-ün tərsi 4-də 1k bərabərdir 455-ə. Aha, indi bunu yazaq. 7, biz keçmişik də kəsirlərin toplanmasını uşaqlar. Demək 7-nin üstünə 3-də 1 gələndə, üstünə 4-də 1 gələndə nə olacaq? 3 ilə 4 üçün əvvəlcə orta məxrəc götürək. 3 ilə 4 üçün orta məxrəc 12. Yəni baxın, 12-yə tamamlaya bilirik. Məxrəci nəyə vurduqsa, surəti də ona vururuq. 12-də 4 oldu 7. 7 tam, 7-nin üstünə 3-də 1 gələndə məsəl üçün nə olur? 7 tam olmur, 7 tam 3-də 1. İndi 7 tam, orta məxrəc 12-dir. 1 vur 4, 4k, üstə gəlinsin 3k. Bərabərdir 455. Buradan da 7 tam 12-də 7k bərabərdir 455. Bu vurdur. Keçib bu tərəfə nə olacaq? Böl. K bərabərdir 455 böl. Böləndə neynirlər? Düzgün olmayan kəsir çevirirlər. 12 burada, 7 vur 12, 84, üstə gəldi 7, 91. Bu da bərabərdir. Birinci bölmə əməlində neyinirik? Birinci olduğu kimi qalır. İkincinin tərsini yazırıq. 91-də 12. 455 yəqin ki 91-ə bölünür. Eləyir 5 dənə. 5 dənə. 5-i də 12-yə vururuq. 60. Demək K'mız 60'dır. K'mız 60'sa bu da bizdən soruşur ki, ən kiçik hissə neçə metrdir? Burada 7K, ədədlərimiz 7K idi. 3-də 1K idi, 4-də 1K idi. 7K təbii ki 7 tam ədəd kəsirlərdən, düzgün kəsirdən həmişə böyükdür. Ən kiçiyini istəyir bizdən. Biz də keçmişik ki, surətlər eynidirsə, məxrəclərdən hansı kiçiyidirsə, o böyükdür. Demək onda bu böyükdür. 3-də 1, 4-də 1-dən böyükdür. Ən kiçik kəsir hansıymış burada? Ədəd daha doğrusu. 4-də 1 imiş. 4-də 1K. Onda aparıb qoyuram yerinə. 4-də 1K. Yəni K'mız da 60'dır. Qoydum yerinə. 60'ı 4-ə böldüm. 15. Demək cavab 15 A variantı. İndi gəldik 17-ci misala. 17-ci misalda bizə deyir ki, 234 ədədi. Qoy bunu sileyim, yerimiz çatmayacaq. 17-də bizə deyir ki, baxın siz özünüzü kitaba. Demək, 234 ədədini 2, 3, 4 ədədləri ilə düz mütənasib hissələrə böldükdə alınan ən kiçik ədəd A, tərs mütənasib hissələrə böldükdə isə alınan ən kiçik ədəd B olarsa, A + B cəmini tapın. Diqqətli olun. Birincidə düz mütənasib hissələrə deyir. İkincidə tərs mütənasib hissələrə deyir. Düz mütənasib hissələrə böldükdə deyir, həmin ədəd A-ya bərabər olsun. Tərs mütənasib hissələrə böldükdə isə deyir B olsun. Gəlin indi bunu yazaq. Demək, birincidə düz mütənasib dedi. Yəni 2K, üstə gəl 3K, üstə gəl 4K bərabərdir 234. Birinci buradan K'nı tapaq. 5, bu da 4. 9K
bərabərdir 234. K da bərabərdir 9-a böləndə. Yanbayan bölməyi öyrənin. 23-ün içində 9 2 dənə, qalır 5, 4 düşür yanına, 54-də 9 6 dənə. K oldu 26. K-nı tapdıq. İndi deyir bizə ki, burada deyir alınan ən kiçik ədəd A-dır. Biz ən kiçik ədədi tapaq. Ən kiçik ədəd burada 2K-dır, düzdürmü? Bunların içində. Onda 2-ni 26-ya vuracağıq. Tapacağıq A ədədini. Bu da eləyəcək neçə? 52. 52. Demək A-nı tapdıq ki, A 52-dir. İndi gedirik tərs mütənasib hissələri bölməyə. Tərs böləndə nə edirdik? 2-nin tərsi 2-də 1K. 3-ün tərsi 3-də 1K. 4-ün tərsi 4-də 1K. Bərabərdir 234-də. 2, 3, 4 üçün ortaq məxrəc nədir? 12. Hamısını 12 tamamlayırıq. Vur 6, vur 6, vur 4, vur 4, vur 3, vur 3. 12'ye tamamlaya bildik. Demək ortaq məxrəcimiz 12. Burada 6K. Üstə gəl. 1 vur 4, 4K. Üstə gəl. 1 vur 3, 3K. Bərabərdir 234. 6, 4, 13K. Böl 12. Bərabərdir 234. Buradan da 13K nəyə bərabər oldu? Tənasüb şəklində bu buna vurulur. 234 vurulsun. 234 vurulsun 12. İndi burada 234 yəqin ki 13-ə bölünür. Boş yeri belə verməzlər. Gəlin bölək görək bölünür. 23-ün içində 13 bir dəfə. Qalır 10. 104-də də 13 8 dənə bölünür. Oldu 18. Demək onda K bərabər oldu. 18 vur 12. O da eləyir 180. O da 36. 216. K'nın qiyməti oldu 216. İndi burada da bizə deyirdi ki, tərs mütənasib hissələrə böldükdə isə alınan ən kiçik ədəd B-dir. Biz də ən kiçik ədədi tapaq. Bu 2-də 1 idi, biri 3-də 1 idi, biri 4-də 1 idi. Biz də dedik ki, surətlər eynidirsə, məxrəclərdən hansı böyükdürsə, o kiçikdir. Demək, baba ən kiçiyi 4-də 1 K imiş. Gəlin indi gərək yerinə qoyaq. Demək onda oldu 4-də 1K, yəni 4-də 1 vur 216 bərabərdir. 216 4-ə bölünür. Yanbayan bölürəm. 21-in içində 4 5 dənə, 1 qalır. 16-da 4 4 dənə. 54. Demək B ədədi 54 imiş. B 54-dür. İndi bizə dedi ki, A üstə gəl B cəmini tapın. A-mız bayaqları tapdıq. A-mız nə idi? 52 idi. B'miz də oldu 54. Bunları toplayırıq. 52 üstə gəlinsin 54 bərabərdir 106. Cavab oldu C variantı. C variantı. Baxaq 19-cu məsələyə. 19-cu məsələdə bizə deyir ki, 4 işçi bir işi 18 günə görərsə, 9 işçi neçə günə görər? Həmişə ümumiyyətlə işçi məsələlərində, fəhlə məsələsi, traktor məsələsi, belə məsələlər tərs mütənasiblik məsələsidir. Çünki işçinin sayı artdıqca iş daha tez yerinə yetər. Bir var ki, məsəl üçün, deyir ki, 5 kitaba 10 manat pul verilmişdi, 8 kitaba nə qədər verilər? Təbii ki, 5 dənə kitabı 10 manat veribsə, yəni kitab nə qədər çox olarsan, o qədər pul xərcləyərsən. Amma fəhlənin sayı, traktorun sayı, yəni işçi qüvvənin sayı, belə deyim, nə qədər çox olarsa, iş daha tez yerinə yetər. Bu tərs mütənasiblik məsələsidir. Belə məsələləri necə həll edirik? İndi 19-a baxaq. 4 işçi bir işi 18 günə görür. Tənasib quracaq. Baxın, bax 19. 4 işçi 18 günə görür işi. 9 işçi nə qədər görə? 9 X. Bir də deyirəm, işçi, fəhlə, traktor məsələsi olanda, yəni tərs mütənasiblik artırsa, tərs mütənasib olursa ədədlər, onda bir-birindən elə yanakı vururuq ədədləri. Yazırıq, birinci məşğul olan yerdən başlayaq. 9 vurulsun X bərabərdir 4 vur 18. Burada da əgər vurmadırsa, biz dedik ki, bunu ixtisar apara bilərik. 18 9-a bölünür 2. X bərabər oldu. 4 vurulsun 2, 8. Demək,
9 işçi 8 saata görər. D variantı. Baxaq 21-ə. 21-də bizə deyir ki, baxın sizdən, 21-də bizə deyir ki, 5 fəhlə bir işi 8 günə görərsə, həmin işi 8 fəhlə neçə günə görər? Yenə fəhlə məsələsidir. Yəni işçi qüvvə. İşçi qüvvəsi yenə də tərs mütənasib olacaq. Onda yazırıq 5 fəhlə 8 günə görürsə, həmin işi 8 fəhlə x günə görər. Yenə də birinci məşğul yerindən başlayaq. Demək, bunu buna vuracaq, bərabərdir, bu vur bu. 8, yəni vur x bərabərdir, 5 vur 8. 8-lər gedər ixtisar, x bərabərdir 5 günə. Ümumiyyətlə, bunu belə əzbərdə deyə bilərsiniz. 5 fəhlə 8 günə iş görürsə, 8 fəhlə 5 günə iş görür. Yəni, rəqəmlərin yeri elə bil dəyişdi. İndi baxaq 23-ə. Baxın 23-ə. 23-də bizə deyir ki, 6 fəhlə bir işi 16 günə görərsə, həmin işi 8 fəhlə neçə günə görər? Yenə də eyni qayda 23. Baxın diqqətlə. 6 fəhlə 16 günə görərsə, həmin işi 8 fəhlə x günə görər. Yenə də 8 vur x bərabərdir 6 vur 16. 8 vur x bərabərdir 6 vur 16. 16 8-ə bölünür, qalır 2. X bərabərdir 6 vur 2, 12. Gəldik 25-ciyə. 25-də bizə belə bir misal verilib. Bu misalı yazaq. 25. A üstə gəl B bölünsün A bərabərdir 5 bölünsün 2. Bizdən B böl A-nı soruşur. Baxaq uşaqlar buna. Burada biz nə görürük? Tənasüb görürük, düzdürmü? Gəlin tənasübümüzü eləyək əvvəlcən. 2 vura, bilirsiniz ki 2 A-ya da vurulur, B-yə də vurulur. Olur 2A üstə gəl 2B bərabərdir 5A. Belə tip misallarda A-ları bir tərəfə yığırıq, B-ləri bir tərəfə. 2B müsbət olduğu üçün birinci 2B-dən başlayıram. 2B bərabərdir 5A. 2A keçir yanına nə olur? Çıx 2A. 2B bərabər oldu. 5A-dan 2A-nı çıxanda elədi 3A. Yəni, belə tip misallarda sonra baxın, belə cavab aldınız. Bunun yerini dəyişirsiniz. Yəni, B 3 imiş, A 2 imiş. Baxın, B 3 imiş, A 2 imiş. Apar burada qiymətlərin yerini qoyuruq. Bizdən bunu soruşurdu. B-nin yerinə 3 qoyuram, A-nın yerinə 2 qoyuram. 3 böl 2, 1 tam, onda 5. 25-də cavab. Bizdən nisbət şəklində elə istəyir. Nisbət şəklində elə 3 böl 2. Baxın, 3 böl 2. Yəni, yerinə qoydum. Və salam, cavab oldu C variantı. Baxaq digər misallara. Baxaq 27-ci misala. 27-ci misalda da eynən həmin qaydadır. Baxın, 27. A üstə gəl 2B bölünsün A bərabərdir 5. Bizdən istəyir A böl B nisbətini. Yenə də tənasüb. Altına 1 atın, tənasüb eləyin. Baxın, çarpaz. 1-i vuranda A üstəgəl 2B-yə elə A üstəgəl 2B eləyər. Bərabərdir 5 vura 5A. Buradan yenə B müsbətdirsə B-dən başlayıram. 2B bərabərdir 5A çıxılsın A. 2B bərabərdir 5A-dan A çıxanda A-nın qabağında ədəd yoxsa 1-dir. Yəni 4A eləyir. Buradan da hər bir tərəfi baxın, 2 ixtisar apara bilərsiniz. Olar 1B, 1-i sizə görə yazıram ki, çaşdırmayasınız özünüzü. 4-ü 2-yə böləndə 2A. Hər biri 2 ixtisar getdi. Yəni, apara bilərəm. İndi demək, yenə yerlərini dəyişirəm. Baxın, B 2 imiş, A 1 imiş. B 2 imiş, A 1 imiş. Aparıb yerinə qoyuram. Yoxsa burada da nisbət istəyir bayaqki kimi. Yox, burada uca bölür. Demək, A-nın yerinə baxın, yuxarıda 1 qoyuram. Aşağıda 2 qoyuram. 1 böl 2 neçə eləyəcək? 2-də 1. 2-də 1 də neçə deməkdir? 0,5. Burada cavab 0-dan 10-luq kəsirlə saxlayıb. 10-da 5. Baxın, 10-a tamamladım. Bu da 0,5 deməkdir. 0,5. Aha, indi gəldik 29-cu misala. 29-cu misalda belə tip bir misal verib bizə. Baxın, 29. A bölü B bərabərdir 2 bölü 5. 29. 29-da bizə deyir. Aha.
29'da bizə deyir 29. A bölünsün B bərabərdir 2 bölü 5. Sonra A üstə gəl B bərabərdir 35. Deyir, B çıx A fərqini tap. Baxaq diqqətlə uşaqlar. Burada belə veriləndə həmişə, bax, yadda saxlayın. A 2-dir, yəni 2K-dır. B də 5K-dır. Yəni A, bax, yazıram, 2K-dır. B 5K-dır. Aparıb burada qoyuram yerinə. Bax, A-ya qoyuram 2K. Baxın diqqətlə. A-nın yerində qoyuram, bax, 2K. Olur 2K, üstə gəl. B-nin də yerində qoyuram 5K. Bərabərdir 35. 2K üstəyə 5K. Buradan K-nı tapıram. Eləyir 7K. Bərabərdir 35. K da bərabərdir 35 bölü 7, 5. K-nı tapandan sonra aparıb burada qoyuram yerinə. Baxın, 2 vur 5. Demək, A 10 imiş. B-ni də 5 yerinə qoyuram K-nın yerinə. 5 vur 5, 25. B də 25 imiş. Baxın, A 10 imiş. B 25 imiş. Aparıb burada yerinə qoyub tapa bilərəm. B 25'dir. A 10'dur. Bərabər oldu 15'ə. Cavab 29'da oldu 15. B variantı. B variantı. İndi baxaq 31'ə. 31 də eynən həmin misaldandır. Amma yazaq. 31'də də bizə deyir ki, demək A bölünsün B bərabərdir 2 bölünsün 5. A üstə gəlinsin 2B deyir bərabərdir 36 olarsa B çıx A fərqini tap. Gəlin tapaq. Yenə də həmin qayda ilə baxın. A 2K-dır, B 5K-dır. A 2K-dır, B 5K-dır. Bu tip misalların yollarını artıq əzbərləyin. A-nın yerinə 2K qoyuram. Bax, burada qoyuram. Bu 2 vur B-dir. 2 vur B-nin qiyməti nədir? 5K. Qoydum yerinə. Bərabərdir 36. 2K üstə gəlsin. 2 vur 5 eləyir 10K. Bu da 12K. 12K bərabərdir 36. K bərabərdir 36-nı 12-yə bölürəm 3. K-nı tapdım. K-nı tapandan sonra nə edirəm? Aparıb bax, burada qoyacağım yerinə A-nı, B-ni tapacağım. Baxın. Demək, A oldu 2 vur 2, 4. B oldu 5 vur 2, 10. Məndən nə soruşurdu? B çıx A-nı soruşurdu. Yəni, B çıx A bərabər oldu nəyə? 10 çıx 4 bərabərdir 6-ya. Demək, bunu da tapdıq. 31-də cavab oldu 6. A variantı. Baxaq, 33-ə. 33-də bizə deyir ki, A bölünsün 3 bərabərdir B bölünsün 4. Bunu verib, bizdən bunu soruşur. 2A çıx B bərabərdir 24. Bizdən soruşur A-nı. A-nı. Bir dənə baxaq indi buna. Baxın, burada uşaqlar tənasübdür. Fikir verin, tənasüb. Və yaxud da heç tənasüb eləməsək də, yəni belə də eləyə bilərik, tənasüb eləməsək də, hansı kəsirlər bir-birinə bərabərdir? 3-də 3 bərabərdir 4-də 4. Belə deyil. Yəni 3-də 3 də 1 eləyir, 4-də 4 də 1 eləyir. Bunların ancaq bərabər olması üçün gərək belə ola da. Amma sadəcə A-nın yerində indi 3 qoyacağıq, B-yə də 4 qoyacağıq 3-də 3 olmaq üçün. Amma sadəcə yanına K atacağıq ki, bəlkə böyük ədədmiş ixtisar gedib 3 qalıb. Ona görə yazırıq ki, baxın diqqətlə, A 3K-dır, B 4K-dır. Yəni A-nın qiyməti, B-nin qiyməti belədir. Aparıb indi bax, burada qoyacağım yerinə. A-nın yerinə 3K qoyacağım. Bax, 2 vur 3K çıxılsın. B-nin yerinə qoyacağım 4K. Baxın, 4K. Bərabərdir nəyə? 24-də. Bu neçə oldu? 6K. Çıx 4K. Elədi 2K. Bərabərdir 24. K bərabərdir 24 bölü 2, 12. K-nı tapandan sonra məndən nə soruşur? A-nı. A məndə nə idi? 3K idi. Bir dənə baxın, diqqətlə. Demək, A bərabərdir 3 vur K-nın qiyməti 12. Bu da bərabər oldu 36-ya. Cavab 33-də 36D variantı. 35-də bizə deyir ki, baxın 35. 35-də bizə deyir ki, A bərabərdir BC bölünsün D. Deyir ki, bunlardan, olarsa aşağıdakilərdən hansı tərs mütənasibdir? Gəlin variantlara baxaq.
variantlarla işimizi görək. Birinci variantda deyir ki, elə yazım variantları. A variantında deyir ki, A və C. Bunları qoy yazım, onda sonra bir fərqləndirərik cavabları. C-də deyir B və C. Sonra D variantında deyir A və B. E variantında deyir C və D. İndi baxaq görək bunlardan hansıdır cavab. Demək, tərs mütənasib odur ki, yəni bax, burada bu əlbəttə bir dənə sadələşmə aparaq. Bu tənasübdür. Bax, A vur D bərabərdir B vur C. Baxın diqqətlə, bax, belə yazdım. A vur D bərabərdir B vur C. Burada biri bərabərin digər tərəfində, biri digər tərəfində olarsa, bunlar düz mütənasib olur. Məsəl üçün, A B ilə düz mütənasibdir, A C ilə düz mütənasibdir, D B ilə düz mütənasibdir, D C ilə düz mütənasibdir. Amma yan-bayan duranlar tərs mütənasibdir. A ilə D tərsdir, B ilə C tərsdir. Bu da bizə deyir ki, bunlardan hansı tərs mütənasibdir? İndi baxaq variantlara. Biz dedik, demək, A ilə D tərsdir, B ilə C. A ilə D var bunların içində? Yoxdur. Bəs B ilə C necə? Var. B ilə C, baxın, bax burada C variantında. B ilə C bir-birinə tərs mütənasibdir. Demək, cavab C variantı. Demək, bir də deyirəm, baxın diqqətlə, yan-bayan vuruqlar olarsa, yan-bayan vuruqlar bir-birinə tərs mütənasib olur. Biri artanda biri azalır, digər azalanda biri artır. Amma biri bərabərin sağında, biri solunda olarsa düz mütənasib. Çünki bu artırsa, bu da artır, bu azalırsa, bu da azalır. Baxaq 37-ci testdə. 37-ci testdə verib bizə A bölü B bərabərdir C bölü D bərabərdir 2. Sonra deyir bizə ki, B üstəgəl C bölünsün A üstəgəl C bərabərdir. Bu ifadənindir qiymətini tap. Gəlin tapaq. Baxın, burada 2-nin altına 1 atırsınız. Tənasübdür də, düzdür. Yəni, A-lar nəyə bərabərdir? Hamısı bərabər, əgər ortada bərabərdirsə, onda A 2-dir, C 2-dir, B 1-dir, D 1-dir. Demək, bunlar bir-birinə bərabərdir axı. Ona görə də, yəni, bunlar 2, bunlar 1-dir. Və salam. Demək, A 2-dir. A-nın yerinə qoyacam 2. Baxın. C nədir? C də 2-dir. Qoyuram yerinə 2. Sonra gəldik indi bura. B nədir? 1-dir. C də 1-dir. Burada heç D yoxdur. Yəqin ki, misalın özündə səhvlik var. Ya mən səhv köçürtdüm 37-də. A, B, C, D. A, B, C, D. Burada da B üstəgəl. Aha, B üstəgəl D-ni soruşur. Burada üzürlü sayı səhv yazmışam. B üstəgəl D-ni soruşur. Aha, demək B nədir? 1-dir, D də 1-dir. 1 üstəgəl 1 bərabərdir. 4-də 2 ixtisar gedir. 2-də 1 cavab oldu. 2-də 1. 2-də 1 də onluq kəsirlə necə yazılır? 0,5. Cavab B variantı. Baxaq bir dənə 39-a. 39-da da eynən belə. 39-da bizə deyir ki, 5x çıxılsın y, bölünsün y bərabərdir 14. Olarsa, y bölünsün deyir x-i tap. Yenə də burada baxın, bunun altına 1 atırsınız. Yenə də tənasüb. Biri bunlara vuranda nə olur? Elə 5x çıxılsın y olur. 14 y vururam, 14 y. Buradan 5x nəyə bərabərdir? 14 y üstə gəlinsin y-ə. 5x bərabərdir 15 y. Hər bir tərəf 5-ə bölünür, düzdürmü? 5-ə bölünürsə, onda burada qalar nə? 1x bərabərdir 3y. 1x bərabərdir 3y. Demək, onda 1x bərabərdir 3y əgər qalırsa, onda demək, x-in qiyməti yerini dəyişirik. x 3-üymüş, y də 1 imiş. Aparıb burada yerinə qoyanda y-in yerinə 1, x-in yerinə 3. Cavabımız olar 3-də 1. Bu da 39-un cavabı. Cavab D variantı. Baxaq 41-ci misala. 41. 41-də bizə deyir ki, x bölünsün 2, bölünsün y bölünsün 3 bərabərdir 4-ə. X çıx y deyir bərabərdir 20-dir olarsa, y-i tap. Aha, gəlin yazaq.
Gəlin bunu elə sadə yolla eləyək. Yəni bölmədir, çevirək vurmayaq. Birinci bunu sadələşdirək. X böl 2 vur, kəsri böləndə nə edirik? İkincinin tərsini yazırıq. Bərabərdir 4. Buradan da 3x 4-ün altına 1 atsaq, onlar 3 vur x, 3x, 3x vur 1. Əvvəlcə gəlin yaxşı sadələşdirin. Bərabərdir 1 də 4. İndi tənasüb. 3x vur 1, 3x bərabərdir 2y vur 4, 8y. Tənasüb kimi elədim. Yenə də yerini dəyişirəm. Demək, x 8 qalmış, y 3 qalmış. Aparıb yerinə qoyuram. X 8K'dır. Baxın, burada qoyuram yerinə. X-in yerinə qoyuram 8K. Y-in yerinə nə qoyuram? 3K. 3K. Bərabərdir 20. 8K'dan 3K'nı çıxanda qalar 5K. Bərabərdir 20. K da bərabərdir 20 bölü 5, 4. K-nı tapandan sonra indi mən Y-i tapmalıyam da. Məndən bunu soruşur. Y-in neçə K idi? Baxın, bura 3K idi. Aparıb yerinə qoyuram. Y 3K idi. 3 vur, K nədir? 4. Bərabərdir 12. Demək, cavabımız 41-də oldu 12. A variantı. A variantı. İndi gəldik 43-ə. 43-də bizə deyir ki, 43-də bizə deyir, 0,6 ədədini deyir, faizlə ifadə elə. Biz onluq kəsiri, ümumiyyətlə ədədi faizə çevirmək üçün nə edirdik? 100-ə vururduq. Vur 100. 100-ə vuranda nə olur? Vergül 2 vahid sürüşür. Vergül 1, biri də nə olacaq? 2. Vergüldən sonra yəni 2 ədəd olmalıdır. Cavab nə olacaq? 60. 60%. Baxaq 45-ə. 45-də bizə deyir 1,6 faizi deyir kəsirlə ifadə elə. Ədədlə ifadə elə. Bax, burada biz nə elədik? Ədədi faizə çevirdik. Ədədi faizə çevirmək üçün nə elədik? 100-ə vurduq. İndi bunun yanında faiz var. Faizi ədədə çevirmək üçün nə edirik? 100-ə bölürük. Böl 100. 100-ə böləndə nə olur? Vergül. Geriyə sürüşür. 1, 2. 2 vahid geriyə sürüşür. Baxın, burada da 2 vahid, vergüldən sonra 1 ədəd var bu tərəfə. 1-ini də özümüz yazıb. Havada qalmasın deyə bir də 0 qarşısına atacağıq. Olacaq 0,16. Diqqətlə baxın bunlara. İndi gəldik 47-yə. 47-də bizə deyir 0,72 ədədini faizlə ifadə edir. Yenə ədəd verib, yanında faiz yoxdur. Ədəd veribsə ədədi faizə çevirmək üçün nə edirdik? 100-ə vururduq. 100-ə vuranda nə olur? 2, 0 sürüşür qabağa. 2 dənə ədəd, yəni 1, 2. Vergül burada da 1, 2. Bax, sürüşdü, düşdü bura. Neçə oldu? 7,2. Qarşıdakı sıfırlar oxunmur. Baxaq 49-a. 49-da bizə deyir ki, 24 ədədindən 25% böyük olan ədədi tap. 24 ədədindən 25% böyük olan ədədi tapmaq üçün biz nə edək? Əvvəlcə gedək 24-ün, elə bir ki, belə bir dəfə qoy ifadə qurum elə. 24-ün üstünə 24-ün 25%-ni gələcəm də. 24-ün 25%-ni tapacağam. Ədədin də 25%-i 100-ü 25-ə böləndə 4 eləyir axı. Ədədin də 25%-i onun 4də 1 hissəsi deməkdir əslində. Amma da indi yəni bunu belə də yaza bilərəm ki, tam başa düşəsiz. Demək 24-ü 25% böyük olan ədədi tapmaq üçün 24-dən bax ifadəni belə quracaqsınız. 100 25-ə bölünəcək 4. 24 də 4-ə bölünəcək nə olacaq? 6. 24-ün də üstünə 6-nı gələcək nə olacaq? 30. Demək, 24 ədədindən 25% böyük olan ədəd neçəymiş? 30 imiş. Cavabdır variantı. Baxaq 51-ə. 51-də bizə deyir ki, 150 ədədini 60% azaltsaq, hansı ədəd alınar? Bax, 150-ni deyir 60% azaltsaq. Yəni, çıxılsın 150-nin 60%-i. Baxın, bax, çıxılsın bu. Yəni, ədədin faizini tapmaq üçün nə edirik? Ədədi faizə vurub 100-ə bölürük. Buradan ixtisarlarımızı eləyək. 10-a bölündü hər biri. Bu da 10-a bölündü hər biri. Qaldı 150 çıxılsın. 15 vur 6, 90 eləyir. 150-dən də 90 çıxanda elədi 60. Baxaq 53-ə.
53-də bizə deyir ki, 0,12 ədədinin 30%-ni tapın. Ədədin faizini tapmaq üçün nə edirik? Yenə ədədi faizə vurub 100-ə bölürük. Fərqi yoxdur. Onluq kəsirdir, adi kəsirdir, nə bilim, müxtəlif cür ədədlər ola bilər də. Qayda amma eyni qaydadır. Bunların hər biri 10-a bölünür. 0,112-ni 3-ə vuranda yan-bayan vurun. 3 vur 2, 6, 3 vur 1, 3. Vergüldən sonra 2 ədəd var. 1, 2. 1, 2. Onda demək 0,136 elədi. 0,136-nı da 10-a böləndə, ədədi 10-a böləndə nə olur? Vergül 1 vahid geriyə sürüşür. Yəni bu tərəfə sürüşür. Bir də 0 atılır bura. Olur 0,1036. 0,1036. İndi baxaq 55-ə. 55-də bizə deyir ki, 55-də bizə deyir 8-də 7 hissəsi, bax 8-də 7 hissəsi 84 olan ədədi tap. 84 olan ədədin də 15%-ni tap. Gəlin indi bunu tapaq. 8-də 7 hissəsi kəsr hissəsinə görə ədədi tapmaq üçün nə edirdik? Ədədi kəsrə bölürdük. Gəlin bölək. Vururuq 7-də 8-ə. 84 7-yə tam bölünür. 12 eləyir. 12-ni də 8-ə vururuq. 96. 96-nı tapandan sonra 96-nın da 15%-ni tapırıq. 96 vur 15 böl 100 bərabərdir. Burada belə ixtisar aparmayın. Çünki ədədi 100-ə bölmək onsuz da daha rahatdır. Ya da belə ixtisar apara bilərsiniz də. Elə 5-ə aparaq. Belə də yaxşıdır. 3. Bu da eləyər 20. 96 da 20 ilə hər biri bölünər. Əslində 4-ə bölünür, amma mən 2-yə böləcəm ki, 10-a bölmə daha rahatdır. 20-ni 2-yə böləcəm 10. 96-nı 2-yə böləndə 48. 48 vur 3 qaldı yuxarıda. O da eləyir 144 böl 10. 10-a böləndə bir dənə buradan vergül ayrılır. Olur 14,4. Bu da 55-ci misal, cavab D variantı. Baxaq 57-ci misala. 57-ci misalda bizə deyir ki, 25-də 14 ədədinin 2-də 75%-ni tap. Fərqi yoxdur. Mən sizə dedim, qayda eyni qaydadır. 2-də 75%-ni deyirsə biz nə edirdik? Ədədi, yəni faizə vurub 100-ə bölmürdük. Yenə də bax, ədədi faizə vurub 100-ə bölürəm. Qayda eyni qaydadır. İndi burada ixtisarlar var, eləyirəm. 14 2-yə bölünür 7. 75 25-ə bölünür 3. 7 vur 3 oldu 21. 21-i də bölürəm 100-ə. 100-də 21. Yəni 0,21. 0,21. Və salam. Baxaq 59-a. 59-da bizə deyir 30% 24 olan ədədi tap. 30% 24 olan ədədi tapmaq üçün nə edirik? Faizə görə ədəd tapmaq üçün nə edirik? Ədədi 100-ə vurub faizə bölürük. Ədədi 100-ə vurub bölürük faizə. Sıfırları aparırıq ixtisar. 24-də 3-ə bölünür 8 eləyir. 8-i də 10-a vururuq. 80 eləyir. 61. 61-də bizə deyir ki, hansı ədədi 22% artırdıqda 244 olar? Hansı ədədi? Yəni x ədədini, bilmirik neçəni. Hansı ədədi 22% artırdıqda, yəni x-in üstünə x-in 22%-ni gəldikdə 244 eləyir. Baxın, tənlik budur. Hansı ədədi deyir 22% artırdıqda? Görürsünüz, bax, x-i. İndi gəlir, həll eləyək bunu. X üstə gəl. %22 necə yazaq? 0,122 yazaq da. 0,122 qız. 0,122 qız bərabər 244. Bu da 1x-də, qabağında ədəd yoxsa. 1-in də üstünə 0,122 gəndə nə olar? 1,122 qız. Hər ikisinin yanında x var deyə toplaya bilərsiniz. Bərabərdir 244. X də bərabərdir 244-ü bölərik 1,22. İndi gedək bunu bölək. İstəyirsiniz gedək kəsir çevirək bunu. Kəsirlə biraz rahat bölək. 244 böl 1,122-ni gedib kənarda çevirirəm. Baxın, 1,122. Bu da olur %122. Düzgün olmayan kəsir çevirəndə.
%122'nin də tərsi nə olacaq? Birbaşa vur yazıram. 122-də 100. 244-də 122 tam bölünür. Qalır 2. 2-ni də 100-ə vururam. 200. Cavab elədi. 61-dən 200. Baxaq 63-cü misala. 63-cü misalda bizə deyir ki, hansı ədədə 15% artırdıqda 184 alınır? Yenə də hansı ədədi x ədədini? Bax 15% artırdıqda, yəni x-in 15%-i bərabərdir 184 alınır. Baxaq indi buna. Yenə də indi kəsirlə eləyəcəm bunu. Altına 1 atıram. Orta məxrəc nə olar? Hələ 100 özü olar. Əgər biri 100-ə vururamsa, bunu da 100-ə vuracam demək. Onda olacaq 100-də 100x, bu da 15x oldu. 115x bərabərdir 184. Bunu da altına 1 atacağım. Demək tənasüblə eləyəcəm. 115x bərabərdir 100 vurulsun 184. Burada da ixtisar, bunların 5'i apararam ixtisar. Burada olar 20. Bunda da 5'i aparsam olar 23. 184 də 23'ə tam bölünür. Eləyir 8 dənə. 8 dənə. X bərabərdir 20 vur 8 elədi 160. İndi baxaq 65-ə. 65. 65'də bizə deyir ki, 20% ziyanla 1200 manata satılan soyucunun alındığı qiyməti tap. 20% ziyanla satıbsa, yəni 80%-ə satıb da. Baxın diqqətlə. 80%-ə satanda 1200, 80%-lə satanda daha doğrusu 1200 manata satıb. Yəni 80-1200. 100%-də hər şeyin ilkin qiyməti, yəni öz qiyməti 100% olur. 100% olanda, yəni neçəyəmiş? Bax, bunu istəyir bizdən. 100-x. Ziyanla olanda çıxacaqsınız 100-dən, xeyirlə olanda üstünə gələcəksiniz. Buradan nə oldu? 80 vurulsun x bərabərdir 100 vurulsun 1200. İxtisarlarımız var. Demək, buradan əvvəlcən 100 ilə 80 hər biri nəyə bölünür? 20-yə. 100 20-yə bölünür 5, 80 20-yə bölünür 4. 1200 də 4-ə bölünür. Nə qalır? 300 qalır. X bərabər olur. 5-i 300-ə vuranda 1500. Demək, qiyməti 1500 imiş. İndi baxaq 67-yə. 67-də baxın, bizə deyir ki, 20% gəlirlə satılan malın satışından əldə olunan qazanc 24 manat olarsa, bu malın satış qiymətini tapın. 20% gəlirlə deyir. Gəlirlə deyəndə nə edirik? 100-ün üstünə gəlirik 20-ni. Yəni yazırıq 120% ilə satılanda əldə olunan qazanc 24 manat olub. Onda bütün malın qiymətini vermirsə, mən elə 20% götürəcəm. Demək, 20% ilə satanda, baha satanda 20% 24 manat artıq pul gətirib ona. 24 manat artıq pul gətiribsə, bu malın satış qiymətini istəyir, yəni öz qiymətini istəyir. Onda baxın, 20% 24 manat oldu. Çünki 24 manat artıq pul qazanıb da 20% baha satıb 24 manat artıq qazanıb. Ona görə də 20%-24 100-dür, amma əvvəlki qiymətini bilmirik, x-dir. Yenə də tənasüb 20 vurulsun x bərabərdir. Bu neçə idi? 67. 20 vur x bərabərdir 100 vurulsun 24-də. 100 20-yə tam bölünür 5 eləyir. X bərabərdir 5-i 24-də vururuq 120. Demək 120 manat imiş qiyməti. Cavab C variantı. İndi baxaq 69-a. 69. 69-da bizə deyir ki, ədədi 2 dəfə artırsaq neçə faiz artar? Məsəl üçün, belə bir şey deyirəm sizə. Deyirəm ki, 50 ədədini 2 dəfə artıranda nə olur? 100 olur, düzdür. Əgər 50 ədədi 100% idisə, 100 ədədi neçə olar? 200% olar da, elə deyil. Bu da deyir ki, neçə faiz artar? Yəni, 50 əgər 100% idisə, 100 də bundan 2 dəfə çoxdursa 200% olur da, təbii ki, düzdür. Amma bu onu soruşmur, demir neçə faiz olar. Deyir, neçə faiz artar. 200-dən də 100-ü çıxarır, 100% artar da, düzdür. Cavab olar D variantı. Yəni, belə şey diqqətli olun. Bir var deyir ki, neçə faiz olar? Deyirsiniz 200% olar. Bir var deyir, neçə faiz artar? Onda 100% artar. Baxaq 71-ə.
71-də bizə deyir ki, ədəd 5 dəfə azalarsa neçə faiz azalar? Ədəd 5 dəfə azalarsa, demək neçə faiz azalar? Yəni ədəd tutaq ki 100 idi, 100%dir. 5 dəfə azaldı, nə qədər qaldı? 20 qaldı. Düzdür? 20 qaldısa, yəni neçə faiz azaldı? 100-dən də 20-ni çıxarıq. 80% azaldı. 100 çıx 20 bərabərdir 80% azaldı. Baxaq 73-ə. Kitabın deyir 40%-ni oxuduqdan sonra oxunmamış 240 səhifə qaldı. 40%-ni oxuyub, 40%-ni oxuyub. 40%-ni oxuyubsa nə qədər qalıb? Neyinirik onun üçün? Tam hər şey 100%-dir də, 100-dən 40-ı çıxırıq, qalır 60%. Demək 60% qaldısa, deyir oxunmamış da 240 səhifə qalıbdır. Onda demək yerdə qalan həm 60%-dir, həm də 240 səhifədir də. Onda 60 əgər 240 səhifədirsə, 60%. Kitab neçə səhifəymiş? Kitab da 100% saxlayın ümumilikdə. 100 x-miş. Yenə də tənasüb 60 vurulsun x bərabərdir 100 vurulsun 240-a. Demək onda buradan da bu nəyə bərabər olacaq? Buradan 240, 60-dan ixtisar gedəcək, qalacaq 4. 100-ü də 4-ə vuracaq, eləyəcək x bərabərdir 400. Kitabın 400 səhifəsi varmış. Baxaq 75-ə. 75-də bizə deyir ki, 7 ədədi 25 ədədinin neçə faizini təşkil eləyir? 7 ədədi 25-in neçə faizidirsə, baxın burada məsələ 7 ədədi 25 ədədinin neçə faizidir? Onda demək 7 ədədi əvvəlcən tapıram 25-in neçə faizi tapmaq üçün neçə hissəsidir? 25-də 7 hissəsidir də. Kəsiri də faizə çevirmək üçün nə edirəm? 100-ə vururam. Və yaxud da elə belə də bir dəfəyə yaza bilərsiniz. 7 vur 100 bölü 25. Eyni şeydir. 100-ü 25-ə bölürük 4. Bu da 28. 28 faizini təşkil edir. Baxaq 77-yə. 77-də bizə deyir ki, 15 dəqiqə 1 saatın neçə faizidir? Baxaq, 77. 15 dəqiqə 1 saatın. 1 saat 60 dəqiqədir də, düzdür. Onun üçün nə edirik? 15 böl 60 vur 100. Eynən bayaq kimi. 160-dan hər biri 20-yə bölünür. Burada 5 qalır. Burada 3 qalır 20-yə bölünəndə. 15 də 3-ə bölünür. 5 qalır. 5 vur 5 qaldı yuxarıda cəmi 25. 25 faizini təşkil eləyir. Baxaq 79-a. 79-da bizə deyir ki, baxın, 24 dəqiqə 1 saatın neçə faizidir? 24 dəqiqə 1 saatın, yenə də həmin şey, 1 saat 60 dəqiqədir deyə, 24 böl 60 vur 100. 100-dən 60 yenə 20-yə ixtisar gedir, 5 bura, 3 bura. 24 3-ə bölünür 8, 8 vur 5, 40 faizini təşkil edir. Baxaq 81-ə. 81-də bizə deyir ki, sinifdə 24 oğlan və 16 qız var. Oğlanlar bütün sinifin neçə faizini təşkil edir? 24 oğlan var, 24 oğlan. 16 qız. 16 qız. 16 qız varsa 24 oğlan. Bütün sinifin deyir axı neçə faizini təşkil edir? Bütün sinif 24/16 olar da, 40 eləyər bütün sinif. Oğlanları soruşursa, oğlanlarda 24 buraya yazacaq. Yəni 24 vur 100 böl 40 və yaxud da 40-da 24-ü vuracaq 100-ə. Fərqi yoxdur. 100-lə 40 hər birinə ixtisar gedir 20-yə. Burada 5 qalır, burada 2. 24 də 2-yə bölünür. Nə qalır? 12. 12 vur 5, 60. 60 faizini təşkil edir. Uşaqlar, bu qədər hələlik ki, izah elədim, yəni 81-ə qədər. Sonra gələn dərsdə davamlı izah eləyərəm. İnşallah. Yəni bunları diqqətlə baxın və qaydalarına diqqətlə öyrənin.